Salam. 3.2 mövzusuna aid öyrəndiklərinizi tətbiq edin. 8-ci sinif 1-ci hissədən. Baxırıq. Öyrəndiklərinizi tətbiq edin. Məktəbli müxtəlif fəaliyyətlər zamanı ürək döyüntülərini sayır və cədvəldə qeyd edir. Fəaliyyət növü: dərs oxumaq, velosiped sürmək, sürətli yerimək. 1 dəqiqədə ürək döyüntülərinin sayı: dərs oxuyan zamanı 75-ə, velosiped sürəndə 150-yə, sürətli yeriyəndə isə 100-ə bərabərdir. Müzakirə edin. Hansı fəaliyyət zamanı onun bir ürək siklinə sərf olunan vaxt ən az olmuşdur? Fikir verin, 1 dəqiqədə ürək döyüntülərinin sayı verilibdir. Ən az vaxt sərf olunacaq velosiped sürməyə, bax buna 150-yə. Onda sikl 0.4-ə bərabər olacaqdır. Birinci üçün deməli cavab bax bu olacaq. İkinci, hansı fəaliyyət zamanı onun bir ürək sikli 0.8 saniyə olmuşdur? Bu dərs oxumağı olacaq. Bunu belə də yaza bilərsiniz. Bax 1 dəqiqə deyir. 1 dəqiqəmiz 60 saniyədir. 60 saniyədə ürək vurğularının sayı 75-ə bərabərdir. Yazın qoy, baxın sizdə. 75. Onda deməli bir ürək sikli 0.8 saniyə olmuşdur. Bax bu saniyədə saniyənin altından yazsaq, biz müddət axtardığımıza görə bu x saniyə olacaqdır. X saniyədə bunu düzəldim. Qarışdı. Deməli bir vurğu da olacaqdır. X saniyədə. İndi bura bir sıra yazdım ki, birinci saniyənin, bu da 60 saniyədir. Yəni saniyəyə keçirdik, çünki diskil saniyə ilə götürülür. Buradan x bərabərdir. X bərabərdir. Tənasübdür də. Bərabərdir. Bilirsiniz də yəqin, tənasübün kənar hədləri, orta hədləri götürüləcək. 60-ı vuracaq 1-ə, böləcək 75-ə. 75-ə. Bərabər olacaqdır. Sıfırdan onda 8-ə. Fikir verin. Deməli, hansı fəaliyyət zamanı onun bir ürək sikli 0.8 saniyə olmuşdur? Gördüyünüz kimi dərs oxuyan zamanı. Üçüncü, hansı fəaliyyət zamanı onun ürəyindən daha çox miqdarda qan keçmişdir, nə üçün? Bildiyiniz kimi, ürək döyüntülərinin sayı artdıqca ürəkdən keçən qanın, yəni ürəyin damarlara vurduğu qanın miqdarı da artacaqdır. Odur ki, üçüncü sual üçün yenə velosiped sürmək doğru variant olacaqdır. Keçirik, öyrəndiklərinizi yoxlayın.
Öyrəndiklərinizi yoxlayın. Ürəyin quruluşu onun funksiyası ilə necə əlaqədardır? Bildiyiniz kimi ürəyimiz 4 kameralıdır. Bütöv ara kəsmə ilə sağ-sol hissəyə ayrılır. Sağ tərəfdə venoz, sol tərəfdə isə arterial qan olur. Yuxarı hissədə qulaqcıqlar, aşağı hissədə isə mədəciklər yerləşir. Belə bir quruluşa malik olmaq, orada içi qan dövranının həyata keçirilməsini təmin edir. Həmçində arterialla venoz qanın ürəkdə qarışması baş vermir. Keçirik ikinciyə. İnsanda ürəyin hansı kameralarından venoz qan keçir? Mən qeyd elədim ki, bütöv ara kəsmə ilə ürək iki hissəyə, sağ və sol hissəyə ayrılır. Sağ hissədə venoz, sol hissədə isə arterial qan olur. Sağ tərəfdə venoz qan, istərsə qulaqcıq olsun, istərsə də mədəcik, venoz qan keçir. Odur ki, insan ürəyinin sağ hissəsində, yəni sağ qulaqcıq, sağ mədəcikdən venoz qan keçir. Uyğunluğu müəyyən edin. Taylı qapaq, aypara qapaq. Bildiyiniz kimi taylı qapaqlar qulaqcıqlarla mədəciklər arasında, aypara qapaqlar isə hər birində 3 aypara qapaq olmaqla mədəciklərlə arteriyalar arasında yerləşir. Baxırıq bura. A-da deyir, ürək siklinin birinci fazasında bağlı olur. Ürək siklinin birinci fazası qulaqcıqların sistolasıdır. Deməli, aypara qapaqlar bağlı olacaqdır. Bax, buraya yazırıq A-nı. Sonra keçirik növbətiyə. Qulaqcıqla mədəcik arasında yerləşir. Qulaqcıqla mədəcik arasında taylı qapaqlar yerləşir. B-ni yazırıq birinciyə. C-yə baxırıq. Qanın bir istiqamətdə axmasını təmin edir. Bu hər ikisinə aiddir. C-ni yazırıq mərkəzə, 3 olan yerə. D-yə baxırıq. Mədəciklə arteriya damarı arasında yerləşir. Mədəciklə arteriya damarı arasında aypara qapaqlar yerləşir. D-ni yazacaq. Bax, bu ikinci olan yerə. Baxırıq növbətiyə Y-yə. Ürək siklinin ikinci fazasında bağlı olur. Ürək siklinin ikinci fazası mədəciklərin sistolasıdır. Onda aypara qapaqlar açıq olur. Taylı qapaqlar bağlı olur ki, qulaqcığa mədəcikdən qan geri qayıtmasın. Y-ni yazacaq, bax bura. Bu qədər. Sağ olun.